Bugün sizlərə 29 illik test toplusundan cümlə, sadə cümlənin növləri, cümlənin şəxsə görə növləri bu mövzunu izah edəcəm. Birinci sual. Biri əmr cümləsidir. Əmr cümləsinin xəbəri əmr şəklində olmalıdır, amma yüksək intonasiya ilə, yüksək hiss-həyəcanla deyilən əmr cümlələrin sonunda nida işarəsi də qoyula bilər. İndi keçək cümləyə. Deməli, bir də bir şey deyim. Əmr cümləsi bəzən elə şəkillər, feilin elə şəkli var ki, əmr cümləsinə çox oxşuyur. Məsələn, vacib şəkli oxumalısan, yazmalısan, ilk baxışda elə düşünürsən ki, burada hökm var, əmr etmək var. Amma o sözlər sadəcə feilin vacib şəklindədir, hərəkətin vacib olduğunu bildirir, əmr şəklində hesab olunmur. Ona görə də əmr cümləsi yalnız feilin əmr şəkli ilə ifadə olunur. Yel kimi keçməsin vaxt üstümüzdən. Cavabımız elə çox güman ki, A bəndə olacaq. Digər variantlara baxaq. Gör tali bizi haralara gətirib çıxartdı. Çıxartdı şühudi keçmiş zamandadır. Deməli, bu nəqli cümlədir. Var olsun dünyada yaradan əllər. Əslində var olsun əmr şəklindədir. Amma cümlənin sonunda nida işarəsi qoyulduğuna görə bu cümlə nida cümləsi olub. Ona görə C-ni çıxdım. Biz kəşfiyyata getməliyik. Malıməli, vacib şəkli. Deməli, bu da nəqli cümlədir. Gördün də, gördün, keçmiş zaman. Bu işlərin axırı nə oldu? Keçmiş zaman. Bu cümlədə nida cümləsi olacaq. Deməli, cavabımız olacaq A bəndi. İkinci sual. Qeyri-müəyyən şəxsi cümlələr hansı cümlə üzvü əsasında müəyyənləşir? Qeyri-müəyyən şəxsi cümlələrin mübtədası olmur. Ona görə də xəbər əsasında formalaşır. Cavabımız olacaq E bəndi. Üçüncü sual. Qeyri-müəyyən şəxsi cümlənin xəbəri neçənci şəxsdə olur? Üçüncü şəxsin cəmində olur. Deməli, 3-də də E bəndi olacaq. Dördüncü sual. Şəxsi cümlənin xəbəri neçənci şəxsdə olur? Üçüncü şəxsin təkində. Deməli, cavab olacaq 4-də B bəndi. Beşinci sual. Maşın karvanı şəhərə daxil olanda artıq gecə yarısı idi cümləsinin şəxsə görə növünü müəyyən edin. Artıq gecə yarısı idi xəbər. Nə zaman gecə yarısı idi? Maşın karvanı şəhərə daxil olanda artıq da ədat olduğu üçün üzvlənməyəcək. Deməli, bu cümlə mübtədası olmayan şəxsiz cümlədir. Ona görə də bu cümləni götürdük. Şəxsiz cümlə B bəndi. İsmi xəbərli şəxsiz cümlə. 6-cı sual. 6-cı cümlə. İki dostun arasına girməzlər cümləsinin şəxsə görə növünü müəyyən edin. Ümumiyə aid olduğu üçün hamını nəzərdə tutur. Məsləhət vermək, öğüd vermək xatirinə işlədildiyi üçün bu cümlə deməli olacaq ümumi şəxsli cümlə. 7-ci sual. Ehtiyacı olan bütün ailələrə bayram töhfəsi verdilər. Kim verdi? Deməli, bilinmir. Üçüncü şəxsin cəmindədir mübtəda. Daha doğrusu, xəbər üçüncü şəxsin cəmindədir və cümlədə mübtəda yoxdur. Deməli, burada qeyri-müəyyən şəxsi cümlədən söhbət gedir. 7-də B olacaq. 8-ci sual. Şəxsiz cümləni müəyyən edin. Yeni qonşumuz mehriban adamdır. Kim mehriban adamdır? Qonşumuz mübtədası var. Deməli, şəxsiz cümlə ola bilməz. Ağacları sulamağa başlamışdılar. Kim? Qeyri-müəyyən şəxslər. B-ni çıxdım. Belə şeyə bir daha təsadüf edilməz. Cavabımız olacaq, deməli, C bəndi. Çünki burada şəxsiz cümlədir və mübtədası yoxdur. D bəndi. Abituriyentlər öz biliklərini nümayiş etdirdilər. Kim nümayiş etdirdi? Abituriyentlər. Əgər cümlənin mübtədası varsa, deməli, o müəyyən şəxsi cümlədir. Səngərləri möhkəm qoruyurlar. Üçüncü şəxsin cəmində isə cümlədə mübtəda varsa müəyyən şəxsi cümlə, mübtəda yoxdursa, deməli, qeyri-müəyyən şəxsi cümlə olacaq. Deməli, burada E bəndi, səngərləri möhkəm qoruyurlar, nə olacaq? Qeyri-müəyyən şəxsi cümlə. Demək, 8-də cavab olacaq C bəndi. 9-cu sual. Xeyri ziyanından çox idi. Çox idi. Nə çox idi? Xeyri. Mübtədası var. Deyir, cümlənin şəxsə görə növünü müəyyən edir. Mübtədası varsa, deməli, müəyyən şəxsi cümlədir. 9-da olacaq E bəndi. 10-cu sual. Çox gəzən çox bilər cümləsinin şəxsə görə növünü müəyyən edin. Bilər, kim bilər, çox gəzən. Mübtədası varsa, deməli, müəyyən şəxslidir. Cavab olacaq 10-da D bəndi. 11. Müəyyən şəxsi cümləni müəyyən edin. Mübtədası olan cümlə. Gecədən xeyli keçmişdi. Bu şəxsiz cümlədir. A-nı çıxdım. Ehtimal ki, burada onun tanışlarına rast gəlmək olar.
ehtimal olunur. Burada onun taşlarına rast gəlmək olar. Demək, bu cümlə olacaq ümumi şəxsi cümlə. Çox güman ki, oğlum dediklərinə əməl olundu. Nəyə əməl olundu? Olacaq şəxsiz cümlə. Məgər Ramazanovu şəhərdə tanımırlar? Qeyri-müəyyən şəxsi cümlə. Gələnlərin çoxu onun doğma qohumları idi. Onun doğma qohumları idi xəbər. Kim onun doğma qohumları idi? Gələnlərin çoxu mübtəda. Deməli, mübtədası varsa olacaq 11-də E bəndi. Müəyyən şəxsi cümləni soruşur. 11-də oldu E bəndi. 12-ci sual. Müəyyən şəxsi cümləni müəyyən edin. İmtahanın nəticələri açıqlandı. Nə açıqlandı? İmtahanın nəticələri. Cavab olacaq A bəndi. Çünki A bəndində mübtəda var. Digər variantlara baxmağa ehtiyac olmadı. 13-cü sual. Avqustun ortaları adlıq cümlə. Yaşıl meşələrlə əhatəyə alınmış gözəl bir kənd. Mərkəzdə uzalan yaraşıqlı bir ev. Şəxsə görə növünü müəyyən edin. Hamısı adlıq cümlədir. Deməli 13-də olacaq E bəndi. 14. Nəhəng Pekin stadionu, azarkeşlərin gürültülü alqışları, Elnur Məmmədlinin parlayan gözlərində sevinç yaşları. Adlıq cümlə olacaq yenə də B bəndi. Adlıq cümlələr mübtəda əsasında formalaşır, xəbər əsasında formalaşmır. İntonasiyanın köməyi ilə əmələ gəlmiş sual cümləsini müəyyən edin. Dərslər sabah başlayır. Cavab belə olacaq A bəndi. B bəndində bəs var, sual ədatı var. Deməli, bu intonasiya deyil. C bəndində sərhədlərimizdə dinclik olacaqmı? M sual ədatı. Deməli, bu da intonasiya ilə deyil. Bəxtiyar filminə musiqini kim bəstələmişdir? Sual əvəzliyi ilə yaranıb. Deməli, bu da intonasiya deyil. Səfərimiz harayadır? Haraya sual əvəzliyidir. Amma A bəndində heç bir digər vasitə yoxdur. Ancaq sual intonasiyası ilə yaranıb. 16-cı sual. İkinci dərəcəli üzvlərin iştirak etmədiyi şəxsiz cümləni müəyyən edin. İbrahimi orduya çağırdılar. Kimi? Şəxsiz cümləni soruşur. A bəndi şəxsiz yox, qeyri-müəyyən şəxslidir. Hər deyilənə fikir verməzlər. Nəyə fikir verməzlər? Hər deyilənə. Burada tamamlıq işlənib. Ona görə də B-ni çıxdım. Hərənin öz işi var. Var, nə var? Hərənin öz işi. Bu müəyyən şəxsli cümlədir. C-ni çıxdım. Sərhəddə sakitlik idi. Bu cümlədə sakitlik idi xəbər. Harada, sərhəddə. Bu da olacaq zərflik. Deməli, bu cümlədə ikinci dərəcəli üzv var. D-ni çıxdım. Qışın ortaları idi. Bax, söz birləşməsi ilə ifadə olunmuş xəbər. Başqa heç bir cümlə üzvü yoxdur. Sadəcə xəbərdən ibarət şəxsiz cümlə. Deməli, 16-da oldu E bəndi. 17. Biri yalnız baş üzvlərdən ibarət müəyyən şəxsi cümlə deyil. Yayın qızmar günəşi parlayırdı. Nə parlayırdı? Yayın qızmar günəşi. Bu yalnız baş üzvlərdən ibarətdir. Universitetin son kurs tələbəsi qalib gəldi. Qalib gəldi kim? Universitetin son kurs tələbəsi. Burada da mübtəda xəbər var ancaq. Sürücü Cəmil gecikirdi. Gecikirdi. Kim gecikirdi? Cəmil. Hansı Cəmil? Sürücü Cəmil. Bax, bu cümlədə təyin də var. Deməli, cavabımız olacaq D bəndi. Digər variantlara da baxaq. Müəllimimin kiçik oğlu dəmir yol mühəndisi idi. Dəmir yol mühəndisi idi xəbər. Kim dəmir yol mühəndisi idi? Müəllimimin kiçik oğlu. Burada da yalnız mübtəda xəbər var. A bəndində vətənin qeyrətli övladları mübtəda, mübarizə aparırdılar xəbər. Deməli, burada da mübtəda və xəbər işlənib. 17-də cavab oldu D bəndi. 18. 18-də deyir, ona yenə xəbərdarlıq edildi. Cümləsinin növünü müəyyən edin. Xəbərdarlıq edildi şəxsiz cümlə. Deməli, cavab olacaq D bəndi. 19. Şəxsiz cümləni müəyyən edin. Əksəriyyət azadlıq və demokratiya tərəfdarıdır. Kim? Əksəriyyət. Mübtədası var, müəyyən şəxsli. Tapşırıqları özün başa düşməlisən. Başa düşməlisən kim? Özün. Mübtədası var, deməli müəyyən şəxslidir. Sərginin ən gözəl şəkillərindən ibarət albomuna bir də nəzər saldıq. Kim? Biz nəzər saldıq. Bu da müəyyən şəxslidir. C-ni çıxdım. Təntənəli gecə üçün gözəl bir proqram hazırlandı. Nə hazırlandı proqram? Bu da müəyyən şəxslidir. E bəndində isə iclasda nədənsə bu məsələyə toxunulmadı. Bu cümlədə deməli mübtəda yoxdur. Deməli bu cümlə şəxsiz cümlədir. 19 E. 20. Şəxsiz cümləni müəyyən edin. Dünən idarənin sənədlərini yoxladılar. Bu qeyri-müəyyən şəxslidir. Sizin tapşırıqlarınızda əməl edildi.
Bax, cavab olacaq B bəndi, çünki şəxsizdir. Həyatın mənası təkcə yeyib içmək deyil. Nə yeyib içmək deyil, həyatın mənası. Mübtədası var, müəyyən şəxslidir. Dostu dar gündə tanıyarlar. Dostu dar gündə tanıyarlar, qeyri-müəyyən şəxsli. Sabahçı toplantıya mütləq gələrsən, sən gələrsən, müəyyən şəxsli. Deməli, 20-də oldu B bəndi. 21. Bir müəyyən şəxsli cümlə deyil. Göz gördüyünə inanar. Nə inanar? Göz, müəyyən şəxsli. Bu məsələdən az danışıldı. Bunu saxlayaq. Küçədə toz qalxdı. Nə qalxdı? Toz, mübtədası var, müəyyən şəxslidir. Şəhərdə gediş-gəliş azalmışdı. Nə azalmışdı? Gediş-gəliş, mübtədası var, müəyyən şəxslidir. Sabah işdə növbətçiyəm, kim, mən. Mübtədası olmasa da əlavə edə bilirik. Deməli, bu müəyyən şəxslidir. Bu məsələdən az danışıldı. Bax, bu şəxssiz cümlədir. Deməli, 21-də cavab olacaq B bəndi. 22. 22-də bizdən soruşur. Biri yalnız baş üzvlərdən ibarət müəyyən şəxsi cümlədir. Yəni mübtəda və xəbərdən. Yağır, nə yağır? Qar, nə zaman? Hələ. Burada zərflik də var. Anı çıxdım. Göylər buludlarla örtülürdü. Örtülürdü nə? Göylər, nə ilə? Buludlarla. Burada tamamlıq da var. Beyni çıxdım. Günəşin rəngi sapsarıdır. Sapsarıdır nə? Günəşin rəngi. Bu da mübtəda. Deməli, C bəndində yalnız mübtəda və xəbər var. Digər variantlara baxaq. Mənim işim indi çoxdur. Çoxdur, nə çoxdur? Mənim işim nə zaman? İndi. Zərflik də var. Deməli, D-də çıxdım. İlin əvvəlləri idi cümləsində isə yalnız xəbər var. Yəni, baş üzvlərin hər ikisi yoxdur. Deməli, 22-də cavab oldu C bəndi. 23-də deyir, şəxssiz cümlə hansıdır? Kimdən qorxursan? Sən qorxursan, müəyyən şəxsli. İndi gecdir. Qorxma, buradayam, mən buradayam, müəyyən şəxsli. Allah xalqımızı qorusun, Allah mübtəda, deməli, müəyyən şəxslidir. Çoxu inanmırdı, kim inanmırdı? Çoxu mübtədası var, müəyyən şəxsli. İndi gecdir birləşməsi isə, deməli, nə olacaq? Şəxssiz cümlə. 23-də olacaq cavab B bəndi. 24. Hansı şəxssiz cümlədir? Geriyə baxma, qoca. Geriyə baxma, sən baxma, müəyyən şəxsli. Mahnı dağlarda qaldı. Qaldı, nə qaldı? Mahnı, müəyyən şəxsli. Unuda bilmirəm, mən unuda bilmirəm, müəyyən şəxsli. Sən həmişə mənimləsən, mənimləsən kimsən? Deməli, burada da mübtəda var, müəyyən şəxslidir. Mübtədası olmayan şəxssiz cümlə bu gün ayın 3-üdür. 24 D.